İsrail və ABŞ-nin təhdidlərindən sonra İranın ali rəhbəri Əli Xameyninin varisini müəyyən edəcək komissiya öz işini sürətləndirir. Reallıq TV bu barədə Reutersə istinadən xəbər verir ki, yüksək səviyyəli təhlükəsizlik rəsmisi bildirib ki, Xameyni ailəsi ilə birlikdə gizlənib və İnqilab Keşikçiləri Korpusunun təyinatlı bölməsi tərəfindən qorunur. Mənbənin məlumatına görə aparılan müzakirələrdən sonra iki öndə gedən şəxsin namizədliyi irəli sürülür. Bunlardan biri Xameyninin 56 yaşlı oğlu Müçtəba və nəvəsi Həsən Xameynidir. Qeyd edək ki, ali lider vəfat edərsə, İran Konstitusiyası 88 üzvdən ibarət ekspertlər assambleyasının varisi seçməsini tələb edir. Xameyninin özü 1989-cu ildə seçiləndən sonra proses yalnız bir dəfə tətbiq edilib. Xatırladaq ki, bir neçə gün öncə ABŞ prezidenti İsrailin baş naziri Benyamin Netanyahu ali lideri hədəf almağı istisna etməyib və deyib ki, onun ölümü münaqişəni sona çatdıracaq. İsrailin Müdafiə naziri İsrail Katz isə bəyan edib ki, Xameyninin İsraildəki xəstəxanaya vur əmrindən sonra onun varlığına icazə verilə bilməz.